Bu həftə bazar günü İsveç paytaxtında bələdiyyə seçkiləri keçirilir. Stockholm şəhərinin Hedinge bələdiyyəsinə namizədliyini irəli sürmüş siyasətçilər arasında İsveçin Moderat Partiyasının üzvü Güney Azərbaycanlı Əmir Seyfəddini də var. Əmir Seyfəddini hazırda Skype vasitəsilə proqrama qoşulur. Mən sizi Vaşinqtondan salamlayıram. Əmir bəy, kampanyanız necə davam edir? Mən də sizə salam edirəm sizlərə və tamam dostlar ki, orada işləyirsiniz. Çox sağ olun ki, mənə də icazə verdiniz, mən də sizlə olam. İndi də görürsünüz, maşındayım, elə işdən çıxıb kampaniyaya qoşulmaq üçün məcbur oldum sizlə maşınla təmas tutam. Pisləri biz əlimizdən gələn edirik, bazar günü son gündür. Bazar günü fikirəm, ya birinci gün də bilinəcək ki, kim çıxıbdır İsveçdə. Sosial demokratlar ki, qırmızıdan yaşılçılarla ya da bizlər ki, Alyans Parti deyərlər, göy rəhdədir bizim rəngimiz. Sizin bələdiyyə seçkilərinə qoşulmağınızın əsas səbəbi nə ilə bağlı idi, Əmir bəy? Mən siyasəti çox maraqlandım elə əvvəldən. 21 ildir ki, gəldim mən İsveçdə yaşayandan sonra o demokratizasyon görməmişdik ölkəmizdə. Gəldik, burada gördük, hər şey var, imkan yaradırlar insanlara. Əgər istəyirlər, hər nə istəyirlər, görürlər. Ona görə mən də çox sevindim və qatışdım. Təqribən 2006-dandır ki, mən Moderat Partiyası ilə çalışıram və çalışdım ki, siyasəti kökündən öyrənəm. Və bir daha bir yaxşı şey bu idi ki, getdim bu Moderatlar Partiyasında və indi də çox razıyam və işimiz davam edir. Sizin yaşadığınız icmada, İsveç cəmiyyətində Güney Azərbaycanlılar haqqında məlumat nə səviyyədədir? İndi burada deyə bilərəm ki, mən Azərbaycan Federasyonunun da İsveçdə Azərbaycan Federasyonunun başqan yardımcısıyam. Bizlərdə hər nə ola bilər, nə deyərlər, xoşluqlarda və ya bizim məxsus günlərimizdə Xocalı Hacəsi olur, 21 yanvar olur, ya məsələn 21 Azər günləri biz çalışırıq, milləti bir yerə yığaq və əlimizdən gələn eləyək ki, tək qalmayaq burada. Bir qədər İsveçdə Azərbaycan icmasının fəaliyyətləri ilə bağlı daha geniş məlumat vermənizi istərdik. Buyurun, Əmir bəy. Azərbaycanlılar biz fərq eləmir, quzeydən ya güneydən olsun, dediyimiz kimi biz hər nə olur, məsələ deyəm, Tazalıqda bir xoş xəbər deyə bilərəm ki, Təbrizdən bir musiqi qrupu gələcək. Biz onlarla da əlaqə saxlamışıq, gələcəklər burada. Burada Azərbaycanlılar da deyəcəyik ki, gəlsinlər və bizlə birlikdə bu şən mərasimi keçirdik. Orada Azərbaycanlılar da çoxları öz şəxsi işlər vardılar, yəni indi şirkətdən, zatdan vardılar. Amma bəziləri də ki, çalışırlar siyasətdən qarşısında. Amma çox, yəni İsveçin siyasətindən çox azdır ki, görürəm ki, İsveçin siyasətində də vardılar, maalesef. Güney Azərbaycanlılar İsveç cəmiyyətinə necə inteqrasiya olur və ümumiyyətlə onların İsveçdə fəaliyyəti nədən ibarətdir? Dediyim kimi, çox şəxsi həyatdan keçirdirlər, plus indi Güney ya Quzey Azərbaycan'a görə də bir işlər görürlər, amma İsveçə çox az görürəm ki, özləri olalar. İndi bir 2000-ci jenerasyon gəlibdir, 2000-ci nəsil gəlibdir ki, bizim uşaqlarımız olar, onlar daha da fəal görünürlər. Məsələn, neçə daha gənclərdən varlar ki, ayrı partiyalarda çalışırlar. Amma maalesef bu birinci jenerasyon ya birinci nəsil fəqət elə Quzey ya Güney ilə çalışır. Çox İsveç siyasətlərindən çox girmirlər içəri. Çox sağ olun, Əmir bəy, təşəkkür edirəm müsahibəyə görə və sizə uğurlar arzulayırıq. Çox sağ olun və mən də təşəkkür edirəm ki, eləyə bildim sizlə olam. Çox sağ olun.